Sizə qarşı sürülən ittiham dələduzluq, səlahiyyətdən sui-istifadə, etibardan sui-istifadə və bu gün həmin prosesə geriyə baxanda ən böyük ibrət dərsiniz nə oldu? Mən illərdir deyirəm ki, bu adam tabeliyində olan adamları söyür, təhqir eləyir və bunu yazmışam da. Və bu da cənab prezidentə məruz olundu və prezident çox onun barəsində haqlı qərar qəbul elədi. Və ilahi ədalət gəldi, öz yerini tapdı. İctimaiyyətə üst tutub sistemi tənqid edənlər sistemin içinə girəndə dəyişirlər demisiniz. Sizcə sistem insan dəyişir, yoxsa insan sistemə uyğunlaşmaq üçün dəyişir? Bəzən elə işlər olurdu ki, orada insanın vicdanı sızıldayır. Amma sən faktiki qərar qəbul etmək məsuliyyətinin altına girirdin və məcbur idin ki, o qərarı qəbul eləyəsən. Qarşılaşdığınız ən çətin iş hansı olub? Bunların hamısının axırı uçurumdur. Yəni bu dırnaqarası qaqaş söhbətləri, nə bilim dırnaqarası razborkalar, dəfələrlə demişəm, nə bilim oğru qanunları, ideyalar, bunlar boş havadır hamısı.